Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə bir bazar günümü vloqlayıram. Səhər duran kimi ilk işim pərdəni açmaq olur ki, evə gün işığı düşsün. Bu mənim üçün çox önəmlidir, evə gün işığının düşməyi. Tez yeri yığıram, çünki gedəcək yerim var. Sinif yoldaşlarımla görüşəcəm. Onun üçün hazırlaşıram. Harasa gedəndə ümumiyyətlə otağımı səliqəli saxlamağı sevirəm ki, evə yorğun gələndə evin o təmiz görüntüsü məni çox xoşbəxt edir. Sonra özümə kofe hazırlayıram və keçirəm makiyaja. Makiyajımı edirəm, hazırlaşıram və yola düşürəm. Makiyaja başlayıram, çünki qonaq gətirəm. Sinif yoldaşlarımızla görüşəcəyik. Sinif yoldaşlarımız deyəndə 3 nəfərik. Hər yerdə o üçlü qrup var. Bəli, hər yerdəki o üçlü qrupdan bizdə də var. Çünki fikirlər müxtəlifdir, zövqlər müxtəlifdir. Hər kəslə yola gedə bilmir. Çox az insanlar tutuşur sənin xasiyyətin. Mənim də xasiyyətim bu 2 insanla tutuşur. Həqiqətən də 1-ci sinifdən bu yana yaxınıq. Əsasən çox yaxın olduğumuz dönəm böyüdükdən sonradır təbii ki də. İndi də hər birimiz evliyik. Ailəlicə, yəni yoldaşlarımızla da bir-birlərinə tanış etmişik. Bir yerdə bir araya gəlirik. Tez yox, çünki birinin körpə uşağı var. Mən oxuyuram deyə tez eyni ortama düşə bilmirik. Amma əlimizdən gəldiyi qədər çalışırıq ki, görüşək. Köhnə insanlarla, köhnədən gələn, uşaqlıqdan gələn insanlarla görüşmək adama həqiqətən də xoş təsir bağışlayır. O günləri yenidən yaşayırsan sanki. Biz də hər dəfə görüşəndə məktəb illərindən, sinif yoldaşlarımızdan, indi yaşadığımız həyatımızdan nələrsə müqayisə edərək və yaxud da üzülərək, gülərək danışırıq. Bu günümüzdə həqiqətən də çox gözəl keçdi. Çox bol söhbətli, dediqodulu, təbii ki, fikir mübadiləsi apardıq hər bir məsələ haqqında. Belə, yəqin ki, hamının həyatında belə bir dostları var. Mütləq deyil, çox olsun. Çoxluq hər zaman yaxşı bir şey deyil. Mən heç vaxt çoxluğun tərəfində olmamışam. Ətrafımda az insan olsun, amma sözüm biraz pis çıxsa da özünə hörmət edən, şəxsiyyət kimi öz düşüncələri olan biri olsun ətrafımda. İkiyüzlü, paxıl insanları sevmirəm. Elə insanlar var ki, ətrafında istəyir ki, çox insan olsun. Amma necə olur olsun, amma ətrafa çox olsun. Mən elə şey istəmirəm, sevmirəm elə insanları. Ona görə də düz gəlmirəm. Belə, makiyajımı artıq bitirdim. Getirəm aksesuarlarıma. Aksesuar taxmağı çox sevirəm. Və aksesuarlarım da çoxdur. Hətta çoxunu yığışdırmışam demək olar ki. Bunlardan taxıb bezəndən sonra təzədən yenə onları üzə çıxaracağım. Belə, əynimi geyindirəm. Qəşəng aksesuarlarımı taxıb parfümlənirəm. Bu vurduğum narkotik ətridir. İyi, çox qəşəngdir. Ətirlərim çox olsa da onu ayrıca bəyənirəm. Belə, burada sizə də gülümsüyürəm. Gedirəm, mən bu zovnada qalıram. Gedəcəm yersə nardarana gedirəm. Bu mənim canım, ürəyim, dediyim kimi sinif yoldaşımın balacasıdır. Onunla birlikdə görürsünüz belə gözəl bir süfrə açmışlar. Piraşki mənim istəyimə görə bişirilib. Mən həqiqətən də piraşkini çox sevirəm. Ona görə də dedi nə istəyirsən, dedim təkcə piraşki belə eləsən mənə bəsdir də. Gördüyünüz kimi maşallah süfrəni doldurmuşdu. Yeməkdən sonra çay süfrəsinə keçdik. Gördüyünüz kimi burada ağzım dayanmır, popcorn yeyirəm. Çox maraqlı söhbətlər elədik. Belə. Sonra təbii ki də biz bir araya gələndə, əslində burada bir-birimizdən xəbərsiz hədiyyələşmişik. Amma gördüyünüz kimi mən sadəcə evinə getdiyim qonaq getdiyim ev almışam hədiyyəni, digərini almamışam. Çünki əvvəlcədən xəbərim yox idi onların mənə hədiyyə aldığından. Sadəcə qonaq gedirik deyə aldım hədiyyə. Belə, gələn dəfə təbii ki də
digərinə də çox qəşəng bir hədiyyə alacağam. Gələn dəfəki planımız da orada yığışmaqdır. Sonra gəldik. Evinə getdiyim qız yoldaşı ilə gəldi məni düşürtsün. Elə burada da mənim yoldaşım işdən gəlmişdi. Biraz da biz də oturduq çay süfrəsinə, söhbət elədik. Sonra onlar da yola salandan sonra hədiyyələrimi görürsüz. Bəzilərini özüm almışam. Qız Faberlikdə işləyir. Bunu məsələn hədiyyə verib, Valentin Yudaşkinə hədiyyə verib. Digər o pəmbə qapaqlını isə almışam. Xoşuma gəldi. Mən ümumiyyətlə Faberlikin Oriflame'dir, Avon'dur. Hər birinin duxlarının 99%-ni istifadə eləmişəm. Anam hər birində çalışıb deyə. Evimizdə olub onlar. Hər birinin iylərini bəyənirəm. Gördüyünüz kimi burada hədiyyələrimi açıram. Mən hədiyyə olaraq 4 yarpaqlı dəst var. Bu aralar çox məşhurdur. Onun qızılı rəngini istəmişdi. Söz arası belə dedi ki, ondan istəyirəm. Elə mən də oradan yadımda saxladım ki, gedəndə alaram. Elə onu aldım, verdim mən də. Digər qız mənə broşka almışdı. Gördüyünüz kimi ən ehtiyacım olan şeydir. Mağazaya girdik, onu götürdüm. Dedi, yox, yaxşı bir şey götür. Dedim, yox, vallahi mən bu dəqiqə ən ehtiyacım olan şey bunlardır da. Burada tapmışkən götürək də, mənə hədiyyə kimi alırsansa ver pulunu al. Elə broş götürdüm və corab. Corabı hər ikimiz almışdı. Onun bütün hədiyyələrində, ad günü hədiyyələrində belə corab mütləq olur. Bu pomadanı da özüm aldım. Gördüyünüz kimi Faberlikindir. Çox gözəldir, rəngi matdır. Ən sevdiyim pomada. Növdə yəni mat olsun. Bu broşları deyirdim. Baxın, Stitch'in bu broşudur. Bunu götürdüm, bir dənə bəyəndim. Ki makyaj eləyəndə saçımın çolka hissələri qıraqdan yığmaq üçün. Və təbii ki, bir dənə də dodaq balzamı götürdüm. Bu da Faberlikindir. Çox qəşəngdir. Görürsüz, üzərində zər də var. İyi də qəşəngdir. İndi digər broş göstərəcəm sizə. Bu da belə şirin bir şeydir. Və siz yaxınlarınızla görüşəndə hədiyyələr verirsiniz. Biz əslində üçümüz də eyni düşüncədə olduğumuz üçün biz bir-birimizə hədiyyələr veririk belə görüşlərdə. Məsələn, gələn ay digər qızgildə görüşəcəyik. Düşünürəm ki, görəsən onlara nə alım. İndi hələ ki ağlımda bir şey var. Təbii ki burada deməyəcəm. Videolarımı izləyir deməyəcəm. Ağlımdadır. Bəlkə hər ikisinə də ondan aldım. Hədiyyə olaraq. Belə aldıqlarımı yerləşdirirəm. Gördüyünüz kimi artıq gəlmişəm. Evdəyəm. Makyajımı yudum, üzümü nəmləndirdim. Hədiyyələrimi yerləşdirdim. Aldıqlarımı yerləşdirdim. Və özümə belə bir kofe hazırladım. Kofemi içim. Meyvəni belə qəşəng düzdüm. Meyvəmi yiyim. Biraz qeydlərim var. Onlar da qeydlərimi də aparım. Ondan sonra yatacağım. Sabah universitet var. Tez durmalıyım. Belə. Çox sağ olun videomu izlədiyiniz üçün. Bəyənib, şərh yazmağı, kanalıma abunə olmağı unutmayın.